Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli fərmanı ilə yaradılmış komissiyanın növbəti iclası keçirilib. Maliyyə naziri Sahil Babayev iclası giriş sözü ilə açaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında silahlı qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, infrastrukturun yaradılması və hərbi qulluqçuların sosial müdafiəsi işlərinin həyata keçirildiyini vurğulayıb. Komissiyanın qərarı ilə dövlət vəsaiti hesabına 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 hərbi qulluqçusuna mənzillər verilib və 2024-cü ilin sonunda Bakı və Sumqayıt şəhərlərində alınmış 131 təmirli mənzil bölgüsü aparılıb. Bundan əlavə Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsi mütəmadi nəzərdən keçirilir və hüquq qazananlar siyahıya əlavə olunur.